3 dənə versiyonu var. Biri estetika, buğalar, yaxşı. Bir, çox həddindən soyuqqanlı oğlaqlar. Bu ikisinin ortasından əmələ gələn qız bürcü. Amma biznes sahəsində, bunu nə üçün demişəm? Biznes sahəsində ən acımasız, çünki bəzi anlar ki, biznes acımasız tərəfini istəyir, bu oğlaq da ancaq. Çox acımasızdır, yəni heç kimə yazığı gəlmir. Amma hansı oğlağı deyərdim üstünlük tutun? İkinci dekada. Birinci dekada biraz çətinlik verə bilər, daha sərt qaydalar verir. Çox sərt qaydalar verir. Acımasız olurlar. Amma bu şeylərin içərisində baxmayaraq ki, istəyir buğa bürcü olsun, istəyir qız bürcü olsun, istəyir oğlaq olsun, ölçülü insanlardılar. Buğalar bir yemək süfrəsi qoşulduğu zaman təbəssümlər qalxır. Qız bürcündə o deyil. Qız bürcündə hər şey nizam, intizam. Ona görə nizam, intizam xətt keşiyinə gətirir.